Əlimdəki qoyunun quyruğu səhv görmür. Sütə əlavə edib bir dənə yumurta. Bunu qarışdırırıq. Üstünə duz vururuq biraz gözəl. Və üstünə əlavə edib un. Un əlavə elədikcə durmadan qarışdırırıq. Duru bir dənə uxtur alınır. Arılara salam verib ocağımızı qaldırırıq qəşəng. Qoyun quyruğun qəşəng sacın hər tərəfinə yeridirik. Altdan üstdən göstərirəm. Gömçənin aşağısından tutub belə dairəvi şəkildə sacın üstünə fırada tökürük. Tələsmədən. Tələsəz forması alınmayacaq. Bu formada günəşə bənzər bir şey alınır. Bizdə buna maxara deyirlər. Hər iki tərəfini qəşəng bişirəndən sonra götürürsünüz bunu qırağa. Üstünə əridilmiş kərə yağı sürtüb gözləyirsiniz. Üstünə pesokla da yemək olar, balla da, bəkməzlə də, nəyinə siz yemək olar bunu. Çox ləzzətli olur. Zavtrıqlarda, günorta, ara yerdə fərqi yoxdur. Çox ləzzətli bir yeməkdir. Ayxanı payladım. Salam aleyküm. Aleyküm salam. Ayxan da bunu çox bəyənir. Biz də gələndə tez-tez yeyir bunu. Özümüz hazırlayırıq. Saç qalanıbsa, tonqal varsa orada bir dənə qəşəng samovar qaynadırıq. Qaynayandan sonra bir dənə qəşəng çay təbiətin qoynunda. Ləzzət edir. Nuş olsun hamınıza.